Beləliklə çox maraqlı bir sözlə qarşınızdayım. Девать sözü. Девать sözü yəni nəyisə harasa qoymaq. Amma necə? Misal üçün, mənim dostum gəlib, мои ключи он взял и унес куда-то. Apardı. Mən də gəlib açarımı tapa bilmirəm. Mən dostuma deyirəm ki, куда ты дел мои ключи? Del, yəni sən hara qoymusan mənim açarlarımı? Baxın, kontekst üzrə qoymaq deyirik. Lakin burada девать sözü işlənilir. Yəni del keçmiş zamandadır. Eyni sözdür. Yəni mənim açarımı hara yoxa çıxartmısan mənasını verir. Bəli, beləliklə девать. Deyə bilərəm, куда ты положил мои ключи? Sən mənim açarlarımı hara qoymusan? Belə də demək olar. Lakin ruslar bunu bu cürdə işlədirlər və bu çox işlənilir. Куда ты дел мои ключи?